Axşamınız xeyir olsun, hörmətli izləyicilər. Mart ayının 7-sində Ordubad rayonunun Tivi kəndindən aşağı məhəllədən sizləri salamlayıram. Bilmirəm, bugün Ordubad rayonunda hava belə günəşlidir, xoşdur, yoxsa hər yerdə. İzləyicilər yazsınlar yorumlarda. Yurdumuzun hər yerindən məlumatlar alaq. Mart ayının 21-i gecə gündüz bərabərləşir. Günlər uzanıb. Ona görə də günəşin şüaları qarşısında qar duruş gətirə bilmir. Bir həftə bundan əvvəl -15, -18 şaxta var idi. Hara getdi o şaxtalar? Yenə gecə var 4-5 dərəcə. Ancaq gün uzundur. Qar dayana bilmədi. Həyətdə hala-tala qalıbdı. Onların ömrünə az qalıb. Bugün sabahlıqdır. Havanı belə görəndə adamın heç evdə oturmağa həvəsi gəlmir. Qapalı yer adamı sıxır. İstəyirsən çıxasan təbiətin qoynuna. Hələ hərarət biraz da artsın. Müsbət 18-21 olanda günəşin şüaları qışdan çıxmış insana daha xoş gələcək. O vaxtlarda o tərəf çıxacaq ilk olaraq hücum çəkəcəyi çay kənarına yarpız axtarışına. Qış boyu hələ payızın 2 ayında nəzərə alsaq, bu aylar ərzində göy-göyərtiyə tam arzuyıq. Bazardan alınan göyərti var, ancaq onlar da istixana şəraitində yetişdirilib, o qədər dad vermir. Hələ qışda bazardan xiyar, pomidor alanlar da var. Bir dəfə də almamışıq. Suda tam var, o xiyar, pomidorda yoxdur. Bitki günəşi çox görməsə, günəş enerjisi alınan suyla suvarılmasa, onda dad tam olmaz. Məcbur qalıb gübrə ilə digər preparatlarla inkişaf elətdirirlər. Alırsan, cibə bir ziyan, yeyirsən, orqanizmi ya da başqa cür ziyan gətirir. Demək olar ki, özümüz özümüzün düşməniyik. Yaz ayları tam ruhuma oxşayan aylardır. Keçən videolarda, yorumlarda yazmışdılar. Qışı çox istəyirsən, yazın gəlməni istəmirsən. Ona görə tələsmirəm ki, təkəm, yazda işlər çoxdur, onların öhdəsindən gələ bilməyəcəm. Bəlkə yaz biraz da yubana, cəsarətlənək. Bu aralarda xəstəlik var. Çox da bildirmir, burun axıntısı filan, öskürək yoxdur. Halsız olur adam. Özüm üçün deyirəm, bəlkə digərləri üçün hər vaxt gül-gülistanlıqdır. Özüm mart ayında da olmuşam. Sovet vaxtı uşaqlar doğulan kimi onları kitaba salmırdılar. Hələ bəzilərinə bir ay ad da qoymurdular. O vaxt xəstəlik çox idi. Uşaqlar arasında su çiçəyi, nə bilim, qızılca, spazm. Ona görə kitaba salmırdılar ki, sonra uşaqlar tələf olanda statistik məlumatlar pis çıxmasın. Elə ki, bir ay 40 gün oldu, bildilər ki, bu uşaq salamatdır, ondan sonra kitaba salırdılar. Bəzilərinin adının da idarədə kitabdan baxıb qoydular adını. Mənim adım onlardan deyil, rəhmətli vələmin Fəttah kişi qoyub adını.
Qulağıma Fəttah fıçıldayıb, ancaq kötüyə savadsızlar Fəttah yazıblar. Elə bir ad yoxdur. Ya Fəttan var, can alıcı gözəl, Fəttan gözlər. Ya Fəttah var, Fəttah hardan çıxdı? Bir idarədə, bir iş yerində adımı tələffüz eləyəndə, bir yerə yazanda məcbur qalıram ki, bir dənəsini da yazsınlar deyim. Martın hansı günü doğulduğum haqqında dəqiq məlumat yoxdur. Yenə hörmət eləyib mənim məlumatlarımı aprel ayında kötüyə qeyd ediblər. Güya aprel ayının içində də olmuşam. Ancaq qardaşım hələ deyir ki, bayram ərəfəsi idi, məktəb yox idi. Evdə qalmışdıq. Evin arxasından şverdən gələn qarı təmizləyirdi, onda sən doğuldun. Mən də araşdırdım, təqvimlərlə geri getdim. Mart ayının 18-nə təsadüf eləyir o gün. 1972-ci il Mart ayının 18-i bazar günüdür. İşte biləmədik. Bəlkə bazar günü deyildi, şənbə evdə qala bilərdilər. Bir gündə o tərəf bu tərəf ola bilər. Şövqünün səsi gəlir. Yenə tıqqılladır kömür quyusunun üstündəki dəmiri. Qəflətən başının üstünü kəstirəcəm. O da hərdən həvəslənir, deyir, niyə gəlmirsən? Gələndə də peşman olur ki, məni aləmlə bir eləmirsən. Şövqü? Xəlvətcə gəlirəm, yoxam, mən gələndə quyunu yandırmırsan, quyu 3 dəfə yanıb sönüb, dəvət eləmirsən. At mənim səsimi eşidib, elə bilir arpa gətirir. Sana kişnədi mənə. Oğlum, axşamın xeyirli olsun Şövqü. Quyunu yandırdın. Söktün, bir şey kömür çıxdı. Biraz yox. Denə Allah bərəkət versin. Biraz çıxdın dedim, biraz ola bilər 10 kilodur. Evdə yəni xəstələnmişəm. Zayka, etdən əmin gəldi. Əmisi oldum hə bunun. Var belə. Hardan olacaq? Hər tərəfi yara xora içində. Onu mən idim sağaltdım ha. Keçən dəfə çəpərin o bir tərəfinə bağlanmışdın. İndi geçmişsən həyatın başına. Üzü qibliyə bağlamısan. Yəni bu atı minəndə bir hərəkət eləyir. Sirinə sifətinə baxanda heç hərəkətdə at oxşamır. Çox zəif saxlamışsın. Məndən danışır. Lalın dilin yiyəsi bilər. Niyə səndən xorradı? Tutamdan cilav qoymuş. Qorxur. Bəlkə də ağrılar var. Şövqü bizim inəklər gəldi, onları qaytar geçsin. Bir dəfə qabağıma qatmamışam. Arxamıza gəliblər. Bir dəfə yamaçdan səslə geçsin aşağı. Video çəkirəm hələ. Şövqünü də hər gün biraz işlədirəm burada. İnəyimizin boyun boğazını bit vurub. Görürsən tükün atıb. Biz də yaxşı becərmirik mal heyvanı. Qoy geçsin vuruşsunlar. Məncə bizim inəklər onları üstələyəcək. Qış boyu əlimizdən nə geçib? Ağzımızdan artana da yedirtmişik inəklərə ki, yazda gümrah çıxsınlar. Şövqünün kömürü budur. O qədər də kömür çıxmayıb. Şövqünün kömürü tam yanır, həm çəki vermir. Restoranların hamısı Şövqünün kömüründən istəyir.
Çünki qapalı mühitdə belə yandırsan tüstüsü yoxdur. Ancaq elə kömürlər satırlar ki, odunu hissə veriblər, yığıblar kisələrə. Cırıldatma Şövqü, başımız yeğenimiz getdi. Bir dənəsinə icazə verirəm. Yaxşı kəs söhbət eləyəcəkdik ax səndən. Benzini yoxdur. Malları uğrayacaq. Vuranmaz. Yanmadı. Sən çapırsa yunacaq. Doğrayıb yığırsan, diri-diri yığanmazsan. Yanmır, heyla, görüm sən nəfər çıxır. Elə çıxsın, qoy ağır gəlsin, sənə xeyir eləsin də. Onda bilint qaçıraq. Hamonsuz da kömür elə eləyir. Ona görə sənin kömürün əlində qalmır ki, yandırmısan. Tam buxarlanıb, nə suyu var, nə tüstüsü var. Apar otaqda manqalı qoy, sənin kömüründən yandır, tüstü zad olmaz. Qoysalar eləsək də. Yenə başladın ciləylənməyə. Kimsə nə deyir, odun da almısan, yandırırsan, gedib hansısa bir yaş ağacı kəsməmisən. Elə bilirlər ki, Şövqü bu odunları kəvşəndən hardansa bir ağac kəsib. Bir ağacın qanadına toxunmaq olmaz. Biləv kəndindən Səxavətdən almışdı, o da indi məhkəmə prosesi gedir. Şövqü, ayağım çox ağırdır. Mən özdə günün saatlarında olmuşam. Biraz bundan əvvəl söhbət eləyirdim izləyicilərə. Ayağım yüngül olmalıdır, əlim ağırdı ancaq. Yadında səndən quzu otarırdıq, bir dənə çəpiş vardı. Önünə bir daş attım, balaca daşı. Dəydi başına, canını tapşırdı. Şövqü də deyir ki, tüpürəli o, tüpürəli o. Tüpürəndə nə olur? Mən də deyərlər də bu qadanca. Diriləcək, hara diriləcək? Özdə boynuna da pioner kalistiku taxmışdım, yadında olar. Nütvəlin yerin üstündə 2 dənə cəviz vardı, onun yanından. Səfizi vurmaq üçün atmırdım. Səfişlər evə qaçırdı. Bir balaca daş atdım ki, hüşlü ütsünlər. Geri qaysınlar, səfiz öldü. At yarışı edinəcək çəkməz. Daha mənə dəvət eləmirlər. Elə çəkənlər var ki, hamıda telefon var. Çəkirlər, TikTokdur, YouTubedur, Mutubdur, nə? Bizə at verirlər. Elə bir şeylər olur. Mən çəkəndə izahata nəyə ehtiyac olmuş? Kaknada çəksin, nə ki? Kaknada rusca dedi Şövqü. Əgər bir anlaşılmazlıq olursa, çalışıram ki, onu sülh yolu ilə həll eləyər. Biri deyir ki, atım məndən 5 metr qabaqda getdi, getsin də, nə olacaq? Benzin tökməmisən? Özündə xodlamaq çalışsın. Özdə o benzin oxşamır. Alma çaxırıdır, alma sirkəsidir. Qatılmışdı, qatılmamışdı. Çox qatılmışdı. Nəsə deyəcəkdim Şövqü, söhbət elədin, yadımdan çıxartdı. Bu çayka səndə neçənci atdı? 100 olar. 4-5-in satarsan, hədiyyə eləyərsən, hamısı məncə ölüb sənin əlində. Olan da olub, 20-yə qədər də ölüb. Şabanın kinosu var, deyir ki, bu da bana dayanamadı. Hələ sənə dayanan at olmuyor. Ən xoşuma gələn sənin birinci atını idi. 3 yaşında yüklədi yotda daşıyırdıq, rəhmətli Nağıday vermişdi sən. Allah rəhmət eləsin. Onun deyəsən bağırsağında qurt var idi. O vaxt bilmirdi, həm 50 başlı heyvandan bilən baytar da yoxdur. Qurd öldürdü onu. Qurd öldürdü, bir də çərramış. Yiyip getmişlər, xursa gəlmişdir. Oğlamışdır, çərramış. Asaladdin qardaşımla, ənətəm qardaşım. Əvvəl səndə belə bir xasiyyət var idi ki, əgər Naxçıvana gedirdinsə, atı tezdən minib aparıb bağlayırdın meydana. Avtobusla gedib Naxçıvana qayıdıb, saat 6-da 7-də də minib gəlirdin, düzdür?
Heç dəmə, xodlanmayacaq. Demeye de. Mən xoddan deməyincə xoddan. Tarifleyirdim. Bir de sana alın ayağı. İstəyirsən gedim təzədən gəlim. Mən gələndə sən odun kəsmirdin. Onun hava filtri yoxdur ki, dolub da. O xoddanar ki. Çıkartmışım o. Çıxartmısan lap pis. Yo, təmizlə gətir qoy yerinə. Kocalabilir ya duruş var. Neçəncidir səndə bu motop ilə? Bundan olur. Səndə bir-iki söhbəti yoxdur. Mənə telefon dayanmır, sənə də at dayanmır. Yandan aldığımız telefonu da verdim yetti. Onlar qocaldı hamısı. O vaxt baha qiyməti alırdıq. Təzə-təzə hələ çıxırdı smartfonlu, ağıllı telefonlar. Nə vaxt yaxşı telefon çıxıb istəmişəm onun birincisini alım. Sen istadık bak. Sonundan iniyorlar bunu. O qurutmaz şunu. Onu ocaqda tam qızdırmaq lazım 5-6 dəqiqə. Bəzən də çox qızdırırsan partlayır. Ocakta patlıyor. Çox saxlasan partlayacaq da. Ben de olup kıpkırmızı olup hiç patlamadı. Ne istadı sen bile. Bəlkə də tok vermir. Vesile çatırdı. Karbüratora biraz benzin kaçatda. İşim az diye davarcı alacaksın. Davar gəlir heyvan ölküdəsin. Yoksa falan evde de kız. Keçilərin hamısı döldən çıxdı. Yok ya la çok. Dur. Dayan. Çox gözəl havadır. Sabah hardasan? Davardan canım tutardı. Davar zad yoxdur. Elə inəkdə 1-2 illə ləv olub gedəcək. Məndən öpməsi yoxdur. Növbət çətin şey deyil. Bağlayıram həyətə də. Baxa bilmirik. Xodlanmayacaq şövq. Sabah evdəsən, əl atasan, arıları hava istidir, düzək həyətə. Evde olmalı. Ha, davar demeseler evde. 2 nəfər biz, 2 nəfər də tapım. Etibar müəllim də deyib gələcəm. Kim? Etibar müəllim. Payızda 100 dənə arı qoymuşduq örtüyə. Salamat çıxsa onlar 100 dənə, çıxmasa 50 dənə.